Salam əziz izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Səlyan Əmlakın təqdimatında mən sizə növbəti həyət evimizi təqdim edirəm. Gördüyünüz kimi həyət evimiz yolun üstündə yerləşir. 2 mərtəbəli bir həyət evidir. Həyətimizdə 6 sotdan ibarət torpaq sahəsi vardır. Burada gördüyünüz kimi geniş bir güllük, çiçəklik, ağaclıq sahəsi var. Burada evimizin sanitar qovşaqları yerləşir. Bu otaq da əlavə əşyalarınızı yığmaq üçün də istifadə edə bilərsiniz. İndi isə mənzilimizin içərisində daxil oluruq. Mənzilimizin tam təmirli olaraq sanitar qovşaqları vardır. Digər otağımıza daxil oluruq. Burada gördüyünüz kimi tam təmirli geniş bir zaldır. Qonaq otağı kimi də istifadə olunur. Burada mənzilimizin mətbəx hissəsidir. Geniş bir tam təmirli mətbəxdir. İndi isə Ramil bəy, buyurun digər otağımızı təqdim edək. Bura isə geniş bir yataq otağıdır. Bu otağımız da təmirli otaqdır. Digər otağımızı da mən sizə təqdim edeyim. Əziz izləyicilərim, bu otağımız isə qladovka olaraq istifadə oluna bilər. Əlavə əşyalarınız varsa yığa bilər. İndi də izləyicilərimiz mənzilimizin ikinci mərtəbəsinə gedirik. Burada mənzilimizin geniş bir mətbəx hissəsi vardır. Tam təmirli mətbəxdir. Evimizin böyük zalına daxil olduq. Burada gördüyünüz kimi qonaq otağıdır. Çox geniş bir otaqdır. Digər otaqlarımızda sizə təqdim edeyim. Bura isə bizim yataq otağımızdır. Tam təmirli mənzildir. Bütün otaqları təmir olunubdur. Digər otağımızı da sizə göstəreyim izləyicilərim. Burada da geniş bir otaqdır. Həm yataq otağı, həm də uşaq otağı kimi də istifadə edə bilərsiniz. Sizə digər otağımızı da təqdim edeyim. Burada geniş bir otaqdır. Burada da istədiyiniz əşyalarınızı yığa bilərsiniz. Yataq otağı, uşaq otağı və digər otaq üçün də istifadə edə bilərsiniz. Əziz izləyicilərimiz, mənim sizə təqdim etdiyim həyət evi Səlyanın mərkəzində yerləşir. 2 mərtəbədən ibarətdir. Tam təmirli evdir. Qaz, işıq, su xətləri ilə təmin olunmuşdur. Və bundan başqa onu deyim ki, fürsətdən istifadə edib demək istəyirəm ki, Səlyan Əmlak olaraq siz kirayə mənzillərlə bağlı, satmaq istədiyiniz torpaq sahələrinizlə bağlı bizə müraciət edə bilərsiniz.